Salam aleyküm Rəşad bəy. Salam aleyküm. Sizə bir sual vermək istəyirəm. Topoqraf işçilərinin tikinti başlayandan bitənə qədər iş fəaliyyəti nədir? Adətən yol qurağanı görürük bu cihazlarda. Yəni elə bilirik ki, hə, video kamera çəkiş aparırsınız da. Yəni bu iş prinsipi nədir deyə Yox, bu bilərsiniz? video kamera deyil. Bəzi elə başa düşür kamera. Bu geodeziya ölçü alətidir. Geodəlik deyirlər. Ümumiyyətlə topoqraf işçilərinin tikinti başlayandan qurtarana qədər fəaliyyətindən ibarətdir. Məsələn, o boş sahəni çəkinər, hələ tikinti başlamayıb. Topoqraf işçiləri həmin o sahəni, hansı ki orada tikinti olacaq, Bəli, hansısa bəli. bir bina və ya da fabrik, oranı bu alət vasitəsilə feodalət olsun və yaxud da ki, niveler olsun, oranı ölçür. Orada olan yollar, ağaclar, hasarlar, yeraltı, yerüstü xətlər, nə varsa hamısını bu alət vasitəsilə ölçür, onun planını hazırlayır və verir layihəçiyə, yəni memara. Memar da həmin o topografik plan üzərində işləyir, layihəni hazırlayır, hansı ki orada bina yerləşməsi, şaquli və horizontal vəziyyətdə yerləşməsi təyin edir, verir xəritə mühəndisi. Yəni topograf işçilərinə nəzarət edən bir xəritə mühəndisi olur. Kameral işlər görür, ofis olur. O həmin layihəni müəyyən edəndən sonra orada müəyyən şeylər, ölçülər çıxar, verir topograf işçilərinə. Onlar da bu alət vasitəsilə, niveler vasitəsilə onu ərazidə real olaraq tətbiq edir. Ondan sonra tikinti başlayandan qurtarana kimi topograf işçiləri bütün ölçü işlərində hamısına nəzarət edirlər. Məsəl üçün, hal-hazırda kolon, yəni kolon yığılıb, onun məsəl üçün gəlib yığmaq üçün betonun kənarları verirlər. Bunu da topograf işçiləri verirlər. Dəqiq məsafələrlə ölçünə. Oranı çək, məsəl üçün, bax orada dəmir konstruksiya gedir, orada anker blokların öz arasında olan məsafə, kolonlar arasında olan məsafə, həmçinin o montaj olunarkən də, yəni kolon hansı tərəfi əyilib, bunların hamısını topograf işçiləri müəyyən edirlər, təyin edirlər. Gördüyüm hər bir işdə, yəni nə qədər ölçü işləri var, hamısına topograf işçiləri nəzarət edirlər. Döşəmənin hündürlüyü qabaqsından verilir, beton töküləndən sonra da ona nəzarət görək, düzgün töküblər, düzgün səviyyədə töküblər, yoxsa yox, layihədə göstərilən şəkildə. Bütün bunların hamısına topograf işçiləri edir. Yol olsun, yol işləri olsun, tunel işləri, boru işləri, kanalizasiya işləri olsun, orada olan əyimlər, zatlar hamısı topograf işçiləri nəzarət edirlər. Anker botlar arasında olan məsafə, sütunlar arasında olan məsafə və bütün bunların hündürlük səviyyələri dəqiqliklə topoqraf işçiləri tərəfindən ərazidə tətbiq olunur. Bütün bu ölçülərin dəqiqliklə verilməsi sonradan bu sütunlar üzərinə gələn dəmir konstruksiyanın rahatlıqla montaj olunmasına səbəb olacaqdır. Ölçülərin topoqraf işçiləri tərəfindən düzgün verilməməsi və buna kameral sahədə nəzarət olunmaması fəsada səbəb olar, iş işdən keçmiş olar və bununla da şirkətə həm maddi, həm də ki, vaxt itkisi baxımından zərər vermiş olar. Rəşad bəy, hal-hazırda nə iş görürsünüz? Hal-hazırda alət ağlantı tutur, sınav tuturlar var, alət öz stansiyasını tanımaq. Böyəcə ilk alonların ayarlanması. Baxaq görək ustalar nə qədər düzgün qoyurlar. Qoyurlar da düzəlir. Bir də orada payanda. Yola bax. Ben kalsın sana bakıyorum Ya, karşına bak. Karşına bak.